Bu saat her şey aydınlaştırım. Arılara, qarışqalara fikir veribsiz. Necə yəni görürlər? Bax, biz onlardan timsal götürməliyik. Görürsüz bir yerdə necə işləyirlər? Qışa necə azğa yığırlar? Özləri də sakit, mehriban bir ailə kimi yaşayırlar. Bal niyə şirindir? Ona görə ki, bircə zəhmətin barı bəhrəsidir. Biz istəyirik ki, insanların da əməyi elə məhsul versin. Bu ancaq və ancaq kollektiv təsərrüfatda mümkündür. Tək əldən səs çıxmaz. Yoldaşlar, indi hamının torpağı var. Amma təhlikdə nə eləmək olar? Benim Abajoğlu, o qarışqa arı bir yerdə işləyər. Çünki onlar həşəratdır. Niyə bizi onlara təyilirsən? Axı biz insanız. Sabah mən deyəcəm, buğda əkək. Lütfəcid deyəcək, arı səpər. Yoldaş Şarkov, Lenin rəncbər barəsində nə deyib? Lenin rəncbər barəsində çox söz deyib. Sən hansını soruşursan? Bir mənə görüm, o kişi deyib ki, torpaq kəndçinindir. Bəli deyib. Niyə onun dediklərini əməl etmişsiniz? Ha? Sən otur yerində!